Herkese salam, yeni videoma xoş gəldiniz. Bugün sizlə başqa bir dəstə yoxlayacağam. Bu dəstə haqqında keçən videoda sizə məlumat vermişdim ki, inşallah növbəti videolarda sizə göstərərəm. O gün bu gündür. Həmin dəstə budur. Mədənçi dəstəsidir. Təbii ki də ən çox sevdiyim dairə dəstəsidir. Yəni ən çox sevdiyim bu dəstə deyil, sadəcə olaraq dairə dəstələri ən çox sevdiyim dəstələr sırasındadır. Bugün bu dəstə ilə oynayacağıq. Çox uzatmadan oyuna keçək, amma klassik birə-bir savaş oynayacağam. Çünki kartların səviyyəsi yəni çox da yaxşı deyil. Getdik. God Junior. Bol şans. Keçən dəfə dediyim də buydu. Mədənçini bu şəkildə atmışdılar. Mənə qəribə gəldi. Amma özüm də belə atırdım da, belə bir həqiqət var. Yəni mənə qarşı indiyə kimi demək olar rəqiblər bəlkə də elə atmamışdı mədənçini. Onun üçün biraz qəribsədim. Yaxşı ki, çox geriyə qoymadım, yoxsa qalaya dəymişdi. O qədər topla oynamışam ki. Oyda konkret dairə dəstəsi yox. Nəysə, qabaqdayıq. Oyda. Bu nə idi? Raket olar görən. Təbrik edirəm, görüm bir dənə bura. Əla, bir dəfə alındırdıq. Təşəkkürlər. İndi belə atım. Getmə. Aha, əla. Yaramaz vurar. Əla. Vurmadı. Kral qılaşda yatıb elə bil. Dəfə sol atdı deyəsən. Əla, hamısını tutuzdurduq. Valkür vurdu, qala deyəmədi. Sarmaşıq boşuna atdı. Bu dəfə qıraq atım mədənçindən. Mükəmməl, amma çox dəxilsiz oldu elə bil. Onsuz da mədənci 1-2 saniyədə ora çatmışdı. Bəlkə də yaramazı tez atmışdı, amma gec gəldi də 2 tiri çatmadı deyə. Bu heç bayaqdan işlətmirəm. Məcbur bunu atacağım çünki həqiqətən bezdirir. Oyda. Güya tomruq fırlatmağa çalışırdım. Yaxşı ki fıçı atmadı, bu tərəfə atım indi. Mədənçinin bu şeyi mənə görə, yəni mədənçi dəstəsində oynayan adama görə yaxşıdır. Rəqib tutuzdura bilmir də, çox vaxt mədənçini aratmaq lazımdır. O niyə atdı? Canını aparırmış zəlzələ kimi. Hə, amma oynamayan üçün problemdir də, həqiqətən bezdirir ki, mədənçini görən rəqib hara atacaq. Bunu yanında atacağım. Tesla da kömək eləsin. Goblin fıçısı üçün. Yəni rəqib aqressiv şəkildə üzümə keçməyə çalışır. Oyunu buraxdı. Hə. Tomruq atmışdım axı mən. Hə. Biz də elə arxayın müdafiə edirik. Təşəkkürlər. Buraxın oxşamır elə. Yox, burax. Tomruq da başına işlətdi. İnterneti gedibmiş. Gələcək. Gəlmədi. Gözləyirik, gəlmir. Yaxşı oyun idi. Rayuqa. Bol şans. Oyda havan. Kiçik prensə vuracaq yoxsa? Yox, birinci mədənçiyə vururdu. Dayandı, error verdi havan. Ayda, birə vuracaq.
Yox. Can sağ ol. Prens qaçmadan vurdu, bu yaxşı oldu. Dedim birdən arxasına goblin falan atar. Yox, prenses atdı. Onun üçün məcbur küçük prens atdım. Ora qoymadan nə olar ki? Ayda kiçik prens mızraqlı goblinlərə bir dəfəlik vura bilmirmiş. Əslində demək olar ki, boşuna çağırdım. Bilmirəm, çağırmağı qalaya dəydi, Valkürün təkamülü kimi, yoxsa yox. Yenə də o qalaya vurdu ki, yaxşı oldu. Prensesi var idi, Havanı da var idi, oydu. Yavaş-yavaş öyrənirəm. Kraliyet devi, dev, golem, bu tip sırf binalara hücum edən tank kartlara, yəni Tesla'nın qoyuluşunu təzə-təzə öyrənirəm. O da öyrənmişəm demək olarsa. Ay Allah, təşəkkürlər. Gözlədim prenses qoysun. Bunu qoyacağım. Sağ olsun zəhərdə bir daşdan iki quş elətdirdi. Ay bir dəqiqə başım qarışmasın. Ayda qalaya vurdu. Bu nə işdir? Bu nə işdir? Vurma. Əla. Prenses qoyacaq yəqin ki. Oy 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 oy. Görən gələcək ora. Hə, gəldi. Şansı yoxdur deyəcəkdim, ildırım atmasa. Zəhər əlimdə saxlayayım. Bunu gözlədim elə. Prenses var bir dəqiqə. Havan atdı. Mənim yadımdan çıxır. Elə bilirəm X-Ray kimidir. Yəni birini qoydum bəsdir. Səndə mən havanın bir alanı var. Ora gələn kimi ora vurmur. Daha çox yaxına vura bilmir. O yadımdan çıxır deyə sonradan qalaya vurur havan. Utduq demək olar ki. Yaxşı oynadı. Biraz da aşağı qoydum ki, prensesə dəysin, sonra problem eləməsin. Şu. Lionheart, bol şans. Oyda. Zəhər işlətmək istəyəcəkdim mən. Əlimə gəlmədi. Qalaya vurdu. Bu nədir? Bilyard oynayır elə bil. İkisinə birdən atacam məcbur. Heç olmaya soldakı qala. Az gedəcəkdi canı deyəcəkdim. Bu nə idi? Yəni, mədənsin ataq. Oyda. Deyəsən bu da məşhur dəstələrdən də nifrət edirəm. Hələ donuzcuqlarla kraliyyət hayaləti təkamüllüdsə daha problem. 2x deyiləydi. Altın şövalyen atsa problem olacaq. İksirim yetmir. Nəsə bu oyunu buraxdıqda birinci zəhər əlimə gəlmədi deyə qala ilə bir yerdə 3 slaşora vurmaq istirdim, o da alınmadı. Əgər qalamızın canı az olmasaydı bəlkə udmaq olardı, o da bundan sonraki şeyə baxacam görüm. Həqiqətən qalanın canına mı baxır, yoxsa rəqibin dəstəsinə mi baxır? Udmaq olacaq yoxsa yox? Sol tərəfdəki bir dənə slaşör deyə arxayan qalmışam və bunu bir dənə belə atım ki şey olsun. Zəhərdə qalsın. Atmadı onu. Qalaya vurur ya.
Aladia kraliyet eyalette təkamülüdür. Vəsə. Neyse. Bu oyun da getdi. Hara oturuyor, hara oturuyor. Yaxşı oyun idi. İşte belə, gəldik videonun sonuna. Daha çox belə videoların gəlməyini istəyirsinizsə, videonu bəyənib kanala abunə ola bilərsiniz. Həm də bu şəkildə mənə dəstək ola bilərsiniz. Özünüzə çox yaxşı baxın. İnşallah növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.